çox qədimdən tar, alət çox qədim tarixdir. Nizami Gəncəvinin Füzulinin əsərlərində tar haqqında var. Ancaq Azərbaycanda tarın əsas inkişaf mərhələsi 19-cu əsrin ikinci yarısından başlayır. Tar əvvəllər diz üstündə çalınırdı. Dütar var idi, sətar var idi, çargah tar var idi, pənç tar var idi, şeştar var idi. Yəni 5 sim, 6 bu simlərlə əlaqəli idi. Dütar 2 simli, sətar 3 simli, çahartar 4 simli.